Bəli, bu günlərdə polis və vətəndaş arasında rabitə yaradan bu çağrı mərkəzi də gücləndirilmiş iş rejimində xidmət göstərir. Məqsəd daxil olan zəngləri operativ şəkildə qiymətləndirməkdir. İstəyirəm ətraf məlumatı ilə bizə birbaşa bağlantıda 102 xidmət zəngi mərkəzinin sistemli rəisi Aygün Ümbətova məlumat versin. Aygün xanım, bayramınız mübarək olsun. Buyurun, ətraf məlumat sizə işdir. Mən də sizi və xalqımızı yeni il münasibəti ilə təbrik edirəm və xalqımız üçün arzu edirəm ki, qarşıdan gələn il uğurlu, düşərli olsun. Təşəkkür. Aygün xanım, ümumiyyətcə çağrı mərkəzinin fəaliyyəti nədən ibarətdir? Çağrı mərkəzinin əsas fəaliyyəti vətəndaşlar tərəfindən daxil olan məlumatları qəbul edib, qeydiyyata alıb və dərhal aidiyyatı üzrə yerli polis orqanlarına ötürməkdən ibarətdir. Və bu günlərdə gücləndirilmiş iş rejimində xidmət göstərirsiniz. Bəli, göründüyü kimi bugün 102 xidmət zəng mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Xidmətə daha çox sayda operatorlar cəlb olunub və onlar operativ şəkildə xidmət apararaq vətəndaşlar tərəfindən daxil olan məlumatları qeydiyyata alıb, dərhal tədbir görülməsi üçün yerli polis orqanlarına ötürürlər. Qeyd etmək istəyirəm ki, xidmətə gün ərzində 8000-dən yuxarı zəng daxil olur, lakin daxil olan zənglərin böyük əksəriyyəti mülki xarakter daşıyır. Bununla belə vətəndaşlara ətraflı məlumat verilir və aidiyyatı dövlət qurumuna yönəldilir. Təşəkkür edirik ətraf məlumatınız üçün. Bizim Bursada çatdıracaqlarımız buna ibarət idi. Növbəti xəbər buraxışlarımızda çağrı mərkəzi barəsindən geniş reportaj hazırlamışıq, onu təqdim edəcəyik.